Nədir şikayətiniz? Şikayətim bax buradan da, bax buradan ayağım ağrır, bax buradan. Bir de bax buradan. Yer tutmuş deyəməm, 20 yılından, bax belimdən. Bax buradan. Bu yaxşı olmuş, bax bu ayaqlarım belə dedi. Belinizdən ağrı başladı 20 gün əvvəl. Yox, həyətdə işləyirdim, yer tutdu məni. Yer kimdə. Yer tutu nə deməkdir? Belə, Çox soyuq oldu. yox, belə egdi mənə bir. Romatizm ikimiz məndə var. Beliniz əyildi. Yox, belə buradan tutdu mənə. Aha, ağrı tutdu da. Ağrı Ay, sağ tutdu, ol. belə bilmirdim. Belə gezdim. Həyətdə işləyəndə ağrı tutdu. Aha. Sonra yaxşı olsa bu ayağım ağrır, bax buradan ağrır, bax ayağım sızıldı ilə qoymur mənə yatırlar. Aha, sonra da ayağınıza ağrı vurdu. Bax buradan da, bax bir bax burada. Buradan damarlarını da balaca görürəm ki, balaca çıxır boya buradan. Dizim aşağı. Bu ilk dəfədir sizdə bel ağrısı var. İndi belim ağrımır, bax durub gezirəm, bax buramdan buram ağrısında ayağımın sinir yanılmaz. Sızıldı da bir. Buram ağrı boşmamış. Bu sizdə ilk dəfədir. Əvvəllər belə şikayətiniz Yox. olmuyor. Aha, yaxşı. Bu 20 gün ərzində get-gedə artır, yoxsa olduğu Yox. kimidir? Azalıb da ayda. Azalıb. Bek tutmuşdu məni, ev içində elə bir dəfələri tuturdu məni, ayağımı yerə qoyub patladırdı boşuna buramı ağrısı. İş ağrısı da bekdir ağrısı. İndi azalıb ağrısı ya. Gəldi qalıbda çox gezirəm, incidir mənə, incidir mənə. Bu da ağrı var, bu da var, burada elmə hoşdururam, ağrıyıb damarlarına verir. Yaxşı, şimdi sizi müayinə edeyim.